Hər vaxtınız xeyir olsun. Siz Sağlam Radionu dinləyirsiniz. Sizinlə birlikdə Zəhra Quliyevadır. Məktəb Saatını dinləyirsiniz. Bugünkü mövzumuz isə düşünürəm ki, hər kəs üçün maraqlı olacaq. Mövzumuz belədir. Uşaqların söz haqqı varmı? Studiyada mən tək deyiləm. Mənimlə bərabər filosof, hamının sosial şəbəkələrdən, ümumiyyətlə mediadan çox yaxşı tanındığı Müşfiq Ötkündür. Hər vaxtınız xeyir olsun. Şükür. Necəsiz? Şükür Allaha. Təşəkkür edirəm ki, qəbul elədiniz dəvətimi. Minnətdaram sizə və düşünürəm ki, bu mövzuda yetərincə bilgilərlə, yetərincə məlumatlısınız və həm istənilən nəsil üçün məsləhət verəcəksiniz və uşaqların söz haqqı varmı? Bugün müasir cəmiyyətimizdə istər-istəməz müxtəlif fikirlər yaranır. Bizdən əvvəlki nəslin verdiyi tərbiyə və sosial şəbəkələrdən, başqa ideologiyaların cəmiyyətimizə təsiri ilə üst-üstə düşmüş ziddiyyət yaranır. İstəyərdim ki, sizinlə birlikdə bu mövzunu ortalığa çıxardaq, açığa çıxardaq. Və necə düşünürsünüz? Uşaqların söz haqqı varmı? Biz uşaqlara söz haqqı verməliyik. Qısaca cavab versəm, məsələ uzun deyək ki, hər tərəfinə baxarıq. Uşaqlara elə bir hissiyat aşılamaq lazımdır ki, onların söz haqqı var. Ki, onların nəfsini diksindirməyək, qorxutmayaq. Onlara elə bir şərait yaratmaq lazımdır ki, onlara elə gəlsin ki, onların söz haqqı var. Amma valideyn idarə eləməlidir prosesi. Yəni, valideyn qərar verməlidir, uşaq üçün faydalı olan nədir? Uşağın söz haqqı olsa, ancaq konfet yer. Heç yemək yeməz. Yəni, iştahını da körləyər, dişlərini də körləyər, əsəblərini də körləyər. Uşağın söz haqqı olsa, 9-dan sonra yatmaz. Aktivliyi gəlib, qalar saat 2-yə qədər, 1-ə qədər. Uşağın söz haqqı olsa, dərsə getməz. Bugün mən dərsə getmək istəmirəm. Uşağın söz haqqı olsa, idmanla məşğul olmaz. Uşağın söz haqqı olsa, o heç əlifbanı belə öyrənməz. Analar bilir nə əziyyətli işdir o. Hər hərfin üstündə saatlarla bəlkə işləməli olursan, uşaq ağlayır, anası ağlayır. Əziyyətdir. Uşağın söz haqqı olsa, o zaman gərək bütün bu proseslərdən biz imtina eləyək. Amma biz elə bir şərait yaratmalıyıq ki, uşağa elə bir məhəbbətlə əhatə eləməliyik ki, uşaq bunu özününki kimi hiss eləsin. Ümumiyyətlə, burada bir məsələ var ki, uşaqlıq dövrünün xilası bunu ilə bağlıdır və əslində gələcəyinə də işıq salır bu. O valideynləri özü kimi sevməyə öyrənir. O anlayır ki, onun valideynləri ilə onun arasında ayrılıq yoxdur. Bu mənim anamdır, bu mənim atamdır, mənim babamdır, bu mənim nənəmdir, mənim əmimdir, dayımdır, xalamdır, bibimdir, ən yaxın əhatələndirəm. Onlar özlərini onlardan ayırmırlar. Ona görə onların seçimləri uşaqlar üçün uşaqların özünə də çox xoş gəlir. Bax, sənə belə bir velosiped almışam, uşaq sevinir. Sənə bu rəngdə papaq almışam, top almışam, uşaq da sevinir. O etibar eləyir sizin zövqünüzə də, sizin qərarlarınıza da və sizin qərarlarınızı və zövqünüzü özününki kimi hiss edir. Bu hissi pozarsınızsa, uşağın nəfsini diksindirərsinizsə, zədələyərsinizsə, onda uşaq ayıracaq özünü valideynlərdən və o zaman yetimlik əslində o vaxt başlayır uşağın həyatında və çox çətin bir, erkən yeniyetməlik kimi bir şey olur. Ondan da bir kənardan bir psixoloq da gəlsə, desə ki, sənə travma veriblər valideynlər, o dünyanı tərsinə oxumağa başlayır. Ki, əslində bəlkə mən istəsəydim belə olardı, indi belə deyil. Və bugün bu liberal təsəvvürlər ki, dünyada çox populyardır, bu absurda qədər gəlib çıxıbdır. İndi deyə bilərsiniz ki, niyə bu yaranır da, niyə görə müasir dövrdə birdən-birə neçə min ilin uşaq tərbiyə metodlarını dəyişdilər, qadına münasibət formalarını dəyişdilər. Bu əslində gender məsələsi ilə uşaq məsələsi paralel böyüdü, eyni cür. Və 1000 illik təcrübəni başladılar rədd eləməyə. Bu da bilirsiniz nə ilə bağlıdır?
Yadınıza gəlir, mən hər halda siz gəncsiniz o vaxt mahnılarında Dövran gözəl, el gözəl Sovet vaxtında oxuyurdular. Hər bir zəmanədə belə bir narsisizm olur. Onlar mütləq içində yaşadığı adamları aşılamalıdırlar ki, siz çox şanslısınız ki, bu zəmanədə yaşayırsınız. Bu nəsil egoizmi ilə də bağlıdır. Məsələn, uşaqlar düşünürlər ki, onlar valideynlərindən çox ağıllıdırlar. Və zəmanəmiz də bax belə düşünür ki, onlar neçə min illiyin ənənələrindən çox ağıllıdırlar. Məsələn, min illərin Vedasından, Quranından, İncilindən, Tövratından, Tammapadasından çox ağıllıdırlar və müasirdirlər. Bu səbəbdən onlar hər şeyi dəyişə bilərlər. Bir növ mənəvi legitimlik istəyirlər özlərinə. Ona görə də sübut eləməlidirlər ki, onlar mənəviyyat baxımından da əvvəl kəsirlərdən daha üstdədirlər. Bu söhbət oradan çıxır. Bax, dediniz ki, ananı tanıyır, atanı tanıyır. Bizim cəmiyyətdə əsasən, belə deyək, adət-ənənə üzərində olan tərbiyə metodu daha çox üstünlük təşkil eləyir. Amma nəsillər arası ziddiyyət yaranır. Məsələn üçün, ana və uşaq arasında separasiya çox gec yaşlarından başlayır. Erkən yaşlarından demək istəyirsiniz? Əksinə, gec yaşlarından başlayır. Məsələn, ənənəvi olduğu üçün. Ənənəvi olduğu üçün uşaqla ana arasında, məsələn, 50 yaşımız da olsa, 40 yaşımız da olsa, valideynlərimiz yenə bizə balaca uşaq kimi baxır və istər-istəməz daxillərində olan egoları imkan vermir ki, bizi fərd kimi, şəxsiyyət kimi qəbul etmək istəmirlər. Sanki bir qorxu var. Elə bilirlər ki, övladlarına bir böyük kimi baxsalar, onları itirəcəklər. Bir də bir məqam liberalizmlə bağlı bu cərəyanda onlar uşaq söz haqqını tanıyır, amma onunla yanaşı balans istəyir. Məsuliyyət də qoyur uşaqların üzərinə. Əgər biz velosipedi veririksə övladımıza, övladımız bilməlidir ki, o velosipedin dəyəri nə qədərdir və hansı zəhmətlə əldə olunub və o məsuliyyətini dərk etməlidir ki, o velosiped necə saxlanılmalıdır və hansı velosiped əldə etmək üçün də hansı yollardan gəlib keçməlidir və gələcəkdə əgər velosiped sürsə gəlib dünya çempionu da ola bilər məsələn üçün. Bu məqamlarda istəyərdim ki, uşağın azadlığını müəyyən çərçivədə saxlamaq məcburiyyətindəyikmi, yoxsa necə ki təbiətdə instinktlə heyvanlar aləmində, təbiət aləmində ana övladdan tez ayrılırsa, bizim də cəmiyyət artıq övladlarını özündən ayrılıb şəxsiyyət kimi onlara inanmalıyıq ki, onlar düzgün yoldadırlar və həyatın reallığını görməlidirlər. Necə fikirləşirsiniz? Biz nə qədərə kimi övladımızın arxasında dayanıb onlar üçün hər şey etməliyik? Sizə bir şey istəyim ki, məsələn, bizim ənənədəki var, hardasa 30-40 yaşına qədər uşaqları himayə eləmək, bu o qədər də pis bir şey deyil. Bu əslində belə də olmalıdır. Çünki insan gec yetişən meyvədir. İnsan 40 yaşına hələ ancaq yetişir. Məsələn, Konfutsi deyirdi ki, mən deyir 40 yaşımda müstəqillik əldə etdim. 50 yaşımda isə göyün iradəsini dərk elədim. İndi 20 yaşlıya bunu izah eləmək çox çətindir. O deyir, nə danışsın, mən müstəqiləm, mənim öz fikrim var. Sənin öz fikrin yoxdur. Sən oradan-buradan oxuduqlarını, sənə cazib görülənləri öz fikrin kimi deyirsən. Ümumiyyətlə ciddiyə qalsa, dünyada öz fikri olan adamlar barmaqla sayılar. Hər bir cəmiyyətdə. Adamların əksəriyyəti oxuduqlarını, qonşusundan, ondan, buradan, nəfsinə xoş gələn tiplərini seçir və deyir, bu mənim öz fikrimdir. O hələ bilmir öz fikrinə olan şeydir. Ona görə də hardasa 40 yaşına qədər onların ağsaqqalların, valideynlərin himayəsində saxlayan mədəniyyət daha təhlükəsiz mədəniyyətdir. Tamam, deyək ki, məsələn, uşağa 20 yaşında, 20 neçə yaşında icazə verirsən özü bir seçim eləsin. Seçim edir. Evlənmək barəsindəmi, ya başqa bir barədə. 3 ildən sonra peşman olur. Deyirsən ki, axı bunun seçimi sən eləmişdin. Nə bilməyim. İndi də belə oldu. Məsələn, bunu absurda gətirib çıxartdılar qərbdə. 14 yaşında uşaq birdən qərara gəlir ki, cinsini dəyişsin. Dövlət də ona dəstək olur. Valideynləri də bu işdən ayrılırlar, deyirlər təzyiq göstərməyin uşağa
Və belə bir absurd şeyə keçirlər ki, 14 yaşında uşaq cinsini dəyişdirmə əməliyyatına gedir öz iradəsi ilə. Amma səs verməyə 18 yaşından onu buraxırlar. Yəni sən avtomobil sürə bilməzsən 18 yaşına qədər. Ölkənin taleyində rol oynayacaq qərarların qəbulunda iştirak eləyənməzsən. Yəni ölkəni riskə salmaq istəmirlər. Amma uşağa izin verirlər ki, 14 yaşında öz həyatını darmadağın eləsin. 5 ildən sonra, 3 ildən sonra peşman olacaq, amma geriyə qayıdamayacaq. Başa düşürsünüz? Bu absurda qədər gəldilər, çıxdılar. Ona görə uşağın da və hətta adamın ağsaqqalı falan varsa, 40 yaşına qədər müəyyən kontrollar olmalıdır. Ki, sənin hələ təcrübən yoxdur, sənin ağlın var, amma sən hələ dünyanı anlamırsan. Mən özümə görə deyirəm, mən çox erkən müstəqillik əldə eləmişəm. Məsələn, valideynlərimdən ayrılmışam, onların dediyinin tam tərsi istiqamətində hərəkət eləmişəm. Deyim ki, onlar da çox müdrik idilər. Yox, amma onların həyat təcrübəsi var idi. Və bir çox qərarlarıma sonra peşman oldum. Müşfiq müəllim, deyirsiniz ki, onların da həyat təcrübələri var idi və valideynlərinizin əksinə çıxmısınız da, öz yolunuzu tutmusunuz demək olar. Ruhunuz, belə deyim də, sizə istiqamət verib. Bəlkə sizə o öyrədilən şablonları salmaq üçün, yəni valideynlərimiz öyrədilən şablonlarda daha rahat yaşayır. Yəni bizdə necədir? Ailə qurdun, konkret bir döngü var. Ailə oxudun, məktəbə getməlisən, təhsil almalısan, ailə qurmalısan, övladın olmalıdır, övladını məktəbə hazırlaşdırmalısan, təhsil verməlisən, onun ailə qurmasına dəstək olmalısan, nəvəsinə baxmalısan. Bəs özümüz nə zaman yaşayacağıq? Elə o sizin özünüzün yaşamağıdır da. Məsələ burasındadır ki, indi o konsepsiyada bizim münasibətlərimizi dağıdır ki, özün üçün yaşa. Məsələn, mən necə özüm üçün yaşaya bilərəm? Siz mənə zəng elədiniz ki, məsələn, belə bir veriliş var, gəlib bu mövzu ilə dedim, gələrəm, danışaram bu barədə. Bu mənim özüm üçün elədiyim bir şey deyil. Bu mənim xidmətimin bir hissəsidir. Mən müəllim işləyirəm, evladlarım üçün para qazanıram, ailəm üçün, mən özüm üçün yaşamıram. Valideynlərim sağdırsa valideynlərimin qayğısına qalıram, uşaqlarım balacadırsa daha çox qayğısına qalıram onların. Mən özüm üçün yaşamıram, amma mən bunları eləməsəm mənim kişiliyim nədən ibarətdir? Və ya bir ana uşaqları üçün yaşamır, özü üçün yaşayırsa, onun həyatının mənası nə deməkdir ki? Biz həmişə bir funksional münasibətlərdə oluruq. Balaca olanda biz övlad oluruq, valideynlərimiz qarşısında bir sorumluluğumuz var, ətraf insana. Böyük olanda böyük valideyn oluruq, bu zaman tamam başqa bir məsuliyyətimiz var bizim, peşə məsuliyyətimiz var və s. də. Müşfiq müəllim, Biz heç vaxt özümüz üçün yaşamırıq. Bu mövzunu davam elətdirəcəyik, çünki hazırda biz reklam fasiləsinə çıxış etməliyik, keçid eləməliyik. 15 dəqiqə necə gəldi, keçdi, heç hiss eləmədim sözünüzü. Əziz dinləyicilər, siz Sağlam Radioda Məktəb Saatı verilişini dinləyirsiniz. Sizinlə birlikdə mən Zəhra Quliyeva və həmsöhbətim filosof Müşfiq Ötgündür. Hazırda reklam fasiləsinə keçid alacağıq, daha sonra isə mövzumuza davam edəcəyik. Bizi dinləməkdə davam edin. Hər vaxtınız xeyir olsun. Siz Sağlam Radionu dinləyirsiniz. Mövzumuz isə uşaqların söz haqqı varmı? Məktəb saatında sizinlə birlikdə mən Zəhra Quliyeva, həmsöhbətim isə filosof Müşfiq Ötgündür. Biz mövzumuz o hissəsində qaldıq ki, özümüz üçün yaşamırıq. Ümumiyyətlə öz anlayışı, özüm anlayışı egoizmdən bəzən səhv salınır. Yəni bu öz anlayışını balansda saxlamaq üçün etməliyik. Biraz o barədə danışaq. Yəni insanlar bəzən özümüz üçün deyəndə egoizm ancaq elə deyirlər ki, özümüz üçün yaşayaq. Sizdən razıyam hardasa ki, biz özümüzü həsr eləməliyik. Missiyamız, bu dünyadakı missiyalarımızı xalqa xidmət, cəmiyyətə xidmət, insan olaraq var oluşumuzu dərk etməliyik. Özümüz üçün yaşamırıq deyə də nəyə nəzərdə tutursunuz? Məsuliyyəti yoxdursa, xeyir əməlləri yoxdursa, o adam özü üçün yaşamır. Ümumiyyətlə, bütün dinlər deyir ki, siz özünüz üçün nə edə bilərsiniz?
bu həyatda başqalarına xeyir əməllər edə bilərsiniz. Yəni sizin özünüzə bundan böyük faydavız ola bilməz ki, xeyir əməllərlə məşğul olasınız. Xeyir əməllər də özünə məsələn yeni telefon almaq demək deyil. Ya yeni bir avtomobil almaq demək deyil. Xeyir əməllər başqasına yardım etməkdir. Özdə hardasa uçurumun dibində olan bir başqasına. Çünki insan yalnız ən köməksiz duruma düşəndə aldığı yardımı Allahın mərhəməti və məhəbbəti kimi qəbul edir. Ona görə bu xeyir əməllər Allahın məhəbbət mesajını insanlara dağıtmaq deməkdir və bu adamın özünə eləyə biləcəyi ən böyük yaxşılıqdır. Başqalarına xidmət. Özdə belə faydalı xidmət. Bəzən xidmət eləyirsən də parazitarlıq yaradırsan ətrafında. İnsanlar parazit kimi səndən istifadə edirlər. O xeyir də olmuş. Xeyir əməl eləmək ətrafındakı insanları elə bir yardım eləməkdir ki, onlar böyüyə bilsinlər, inkişaf eləyə bilsinlər, parazit olaraq qalmasınlar. Bir usta demişi deməyi xoşlayır, deyir ki, çörək verə bilərsiniz birinə, amma üstünə yağ, ikra falan sürtməli deyilsiniz. O onu özü qazanmalıdır. Bu baxımdan bizim özümüz üçün yaşamağımızın bir 90% başqası üçün yaşamaqdır. Çox cüzi bir 10% də öz ehtiyaclarımızı nəzərdə tutub yaşaya bilərik. İndi isə özü üçün yaşamaq deyəndə tamamilə öz ehtiyaclarını nəzərdə tuturlar. Gəzmək, tozmaq, dünyanı gəzmək. Məsəl üçün turizmi çox populyar dəyərə çevirdilər. İnsanlar elə bilirlər ki, dünyanı gəzirlərsə, bunlar böyük bir funksiya yerinə yetirirlər öz nəfsləri, ruhları qarşısında. Böyük bir alim olacaqlarmış, filosof olacaqlar. Sən 100 ölkəni də gəzsən, heç bir şey anlaya bilməyəcəksən. Əgər sənin öz ürəyinlə kontaktın yoxdursa. Ona görə belə zahiri dəyərlər yaradırlar. Mənə görə özü üçün yaşamaq, öz ruhu üçün yaşamaqdır, öz ruhun üçün yaxşılıq eləmək. Bu da həmişə başqaları ilə bağlıdır. Bir ümumiyyətlə biz fikir verirsiniz, biz tək deyilik də, biz dünyaya gələndən tək deyilik və başqası bizim həyatımızda həmişə rol oynayır. Bəzən bizi öz mağaramızdan dartıb çıxarır zorla, xoşa gəlməz olur bu başqasının bizim həyatımızdakı iştirakı, xoşa gələn olur. Amma hər bir halda biz bu münasibətlər içərisində böyüyürük, başqası bir güzgü rolunu oynayır bizim özümüzü dərkimiz üçün. Biz başqaları ilə münasibətin içində özümüzü dərk edirik. Başqa cür özünü dərklə mümkün deyildir. Ona görə də mənim üçün öz həmişə biraz da bu başqaları ilə bağlıdır. Aristotel etikası deyilən bir anlayış var. Fəzilətlərə çatmaq. Aristotelə görə uşağın söz haqqı var, amma məsuliyyət valideyn üzərindədir. Çünki deyir ki, o uşaq hələ ki fəzilətlərə çatmayıb. Valideyn necə etməlidir ki, övladı artıq müəyyən yaşa çatanda o fəzilətlərə çatsın? Necə eləməlidir? Çünki bugün hamı şikayət eləyir ki, hamı özünü fikirləşir, tərbiyə qalmayıb, dəyər qalmayıb və s. və ilaxır. Amma məsuliyyətimiz var övladımız qarşısında. Amma məsuliyyət o demək deyil ki, özümüzü fəda eləyək uşağımız üçün. Bəli. Uşağımız da anlamalıdır ki, onun da valideyn qarşısında bir öhdəliyi var. Bu fəzilətlərə çatmaq üçün nə etməliyik? Ümumiyyətlə, indi fikir vermişsiniz, uşaq mərkəzli dünya olubdur. Hər şey balalar üçündür. Adamlar pis iş eləyəndə də bunu balalarına xidməti ilə bağlı əlaqələndirirlər. Mən balalarıma görə elədim, əyri yola düşdüm, balalarıma görə. Və bu bala sanki hər şeyi doğruldurmuş. Evlərdə də, mən məsələn bir dostumdan ürəyim soyudu gəncliyimdə. Onun bircə cümləsindən sonra. Dedi ki, bilirsən, biz balalarımız üçün yaşayırıq da, elə deyilmi? Mən başa düşdüm ki, mən balalar üçün yaşayan adam deyiləm. Balalar da var onun içində. Amma təkcə balalar üçün yaşayan adam balaca adam olur. O böyük həqiqəti dərk eləyənməz. Və fikir verirsiniz, dində
belə bir anlayış var. İbrahimin öz evladını qurban verməsi, balanın qurban verməsidir ya. Və əgər sənin həyatın balaya çox bağlıdırsa və Allah sənin inkişafı istəyirsə, Allah burada bir korreksiya verəcək. İbrahimə deyir ki, balavı qurban ver. Yaqub Yusifə aşiq olur öz balasına. Allah onu uzaqlaşdırır ondan. Götürür, aparır onun əlindən. Gözləri kör olur ağlamaqdan atanın. Peyğəmbər idi. Amma onun belə, məsələn, belə bir taxıntısı yaranır. İndi isə ümumiyyətlə uşaqları həyatın mərkəzinə çevirirlər. Bu da uşaqların özünə çox pis təsir edir. Uşağa ən yaxşı təsir eləyən hiss nədir ki, bax, evdə ata var, baba var. Onlar evin qütbüdür, böyüyüdür. Biz ondan sonra deyil. Uşaq biləndə ki, o rangda ən aşağıdadır evdə. O çox rahat böyüyür, yaxşı böyüyür. O bilir ki, onun yeri haradır. Nəfsli varlıqlara, mən həmişə təkrar edirəm, mütləq yerini göstərəsən gərək. Subordinasiya qorulsun. İndi bu subordinasiya pozulub. Uşaq evdə taxt qurub oturub mərkəzdə. Və hiss eləyir ki, hamının səadəti onun əhvalından asılıdır. Başlayır manipulyasiya eləməyə. Elə drakona çevrilir ki, mən bir çox ailələrdə bunu görürəm. Uşaq hiss eləyir necə manipulyasiya eləmək olar. Yəni, uşağın elə bir zəkası var, insan zəkası var. Uşaq qalsın bir qırağa. Köpək belə hiss eləsə ki, siz ondan çox asılısınız, istədiyini eləyəcək sizinlə. Nəfsli varlıqların hamısı elədir. Ona görə də uşağı çox pis bir duruma salmışıq biz. Uşaq balaca olduğu halda böyük yerinə qoyulubdur. Piramida pozuldu. Piramida pozulubdur və uşaq mutsuzdur bu piramidada, piramidanın başında. Nənə, baba həp fırlanırlar. Çox ailələrdə belədir ki, həyatımın məqsədi mənim nəvəmdir. Sənin həyatın məqsədi nəvən olmalı deyil ki, kişisən, sən ağac əkməlisən, ev tikməlisən, xeyir əməllər eləməlisən. Sən yalnız öz balan və nəvənlə ilgilənirsənsə, bütün həyatın bununla əhatələnibsə, sən heç yaxşı insan deyilsən. Bunu heyvan da eləyir də. Söhbətimin əvvəlində dedim sizdə ki, Azərbaycanda o olan ki, döngü ki var. Evlada. O yanlışdır da təbii ki. O yanlışdır. Yəni, uşaq mərkəzli, uşağı həyatın mənasına çevirən. Siz tarixdə neçə şəxsiyyət görmüsünüz ki, böyük şəxsiyyətlər, onlar ancaq evladlarında xidmət. O balaca adamlar olur. Böyük adamlar ailələrini belə risk altına salırlar. Ailələrini unudurlar, məsələn. Orada-burada döyüşlərdə, savaşlarda, o sərkərdələr falan ailəsi ilə risk eləyiblər bir çoxları. Amma burada isə ailə mərkəzə çevrilirsə, sən hər şeyi ailəyə qurban verəcəksən, şərəfini də qurban verəcəksən. Ondan sonra gələcəkdə, hətta ölkəvi belə sata bilərsən. Vətən xaini belə ola bilərsən. Öz uşağına sənin üçün çox önəmlidirsə. Ona görə əxlaq həmişə dəyər öndə olmalıdır. İndi deyirsiniz, o uşağa nə öyrətməliyik, necə eləməliyik biz? O böyük dəyərlərdən, mənəvi dəyərlərimizdən az-az uşağı öyrətmək lazım. Məsələn, uşaq bilməlidir ki, böyük var, kiçik var. Və böyüyə qarşı üsyan çıxarmazlar. Amma böyük də anlamalıdır axı ki, uşaq var. O siz bayaq qeyd etdiniz ki, övladlarını, nəvələrini mərkəz hissəyə qoyurlar da. Yəni o təfəkkürdə olan insan bəyəm düzgün aşılaya biləcək böyük-kiçik məsələsini. İndi burada söhbət nədən gedir? Bəzən evdə böyük ağıllı olur, bəzən balaca ağıllı olur. Məsələn, tutalım ki, siz evin evladısınızsa, amma birinci ayılmısınızsa, siz nə etməlisiniz? Siz böyüklər ağılsız belə olsa, siz onlara böyüklərə edilən bütün sayğını tam həcmdə eləyəcəksiniz. Qədim kitablar belə deyirlər. Olduğu kimi qəbul etmək. Eşitməyəcək. Quran deyir ki, tam ki, valideynləriniz sizə axmaq bir şeylər aşılayarsa, eşitməyin onları. Amma onlara uf belə deməyin. Qayğıda, sayğıda əksik yanaşmayın onlara. Bu fikir Konfutsiyada da vardı. Eramızdan əvvəl 500-cü ildə yazıbdır. Yəni, sizin bütün hərəkətinizə göy baxır, Allah baxır. Sən buradan çıxarlı bu vəziyyətdən çıxmaq istəyirsənsə, qazanclı çıxmaq istəyirsənsə, sən valideynlərə qarşı sayğı ifadə edəcəksən. Amma məsələn, bir açıq-aşkar axmaq bir şeylər sənə deyərlərsə, onları eşidəcəksən, amma əməl eləməyəcəksən.
sözlə cavab verməməyə çalışqınan, nəfsini yaralama valideynin, amma onlara pis bir şeylər deyəndə onları yerinə yetirməklə sadəcə olaraq qayğılı və sayğılı artırqınan. İndi tutalım ki, valideyn ağıllıdır, uşaqlar axmaqdır. Belə də olur. Məsələn, tutalım ki, Yaqub peyğəmbərin uşaqları axmaq idi. Qardaşlarını saldılar quyuya, gəldilər atalara qanlı köynək göstərdilər ki, bəs canavar parçaladı uşağı da. Atası başa düşürdü vəziyyəti. Amma o, onları neynədi? Qovdu mu, döydü mü? Onlara yenə də atalığını davam elətdirdi. Ki, ta ki illər keçəcək, onlar peşman olana qədər. Yəni, əgər böyük ağıllıdırsa, o zaman axmaq uşaqdırsa, o böyük səbirlə yanaşacaq uşağa. Atalığını eləyəcək yenə, analığını eləyəcək, böyüklüyünü eləyəcək və səbirlə gözləyəcək. Yəni, vəziyyətdən qazanclı çıxmağın yolu yalnız bu rituala və bu dəyərə riayət etməkdir. Kim ağıllıdırsa qazanclı o çıxacaq buradan. Amma sistemi pozmayacaqsın. Hə, o böyükdür, amma axmaqdır, mən onun böyüklüyünü saymayacağım, vəziyyətdən çıxış yolu deyil. Yəni, ziyanla çıxmaq olar bu vəziyyətdən bu cür. Belə və bu dəyərlər içərisində böyüyə hörmətdirmi, xeyirxah əməllərdirmi? Məsələn, uşaq əlindəki oyuncağı belə əlindən buraxmaq istəmir. Nə tərsə buna izah eləmək lazımdır. Balaca-balaca, xırda-xırda paylaşmağı öyrənsin, başqalarını düşünməyi öyrənsin, xidmət etməyi, qulluq eləməyi öyrənsin, öz yatağını yığışdırmağı öyrənsin, öz ayaqqabısını bağlamır. Bəzi analar, atalar var ki, hər şey uşağın əvəzini eləyirlər də. Yox, yavaş-yavaş uşağın məsuliyyətini artırmaq lazımdır. Ona iş tapşırmaq. Uşaq çox sevinir ona iş tapşırılanda. Və ona seçim verəndə bir ağıllı pedaqoq rastıma gəlmişdi. Ona seçim verəndə iki fəaliyyət arasında seçim verin. Fəaliyyət və fəaliyyətsizlik arasında seçim verməyin. Ki, sən bir məktəbə getmək istəyirsən, yoxsa istəmirsən. Yox, məktəbə getmək istəyirsən, yoxsa kursa getmək istəyirsən, məsələ. Yəni, idmana getmək istəyirsən, yoxsa boksa nə bilim, futbola getmək istəyirsən, yoxsa boksa getmək istəyirsən. Yəni, iki fəaliyyət arasında seçim və uşaq elə gələcək ki, o da orada da seçim eləyir. Amma böyük idarə edir bu prosesi. Yəni, üçüncü istisna qanunu pozmamaq şərti. Fəaliyyət və fəaliyyətsizlik, eləmək və eləməmək arasında seçim qoysaz, uşaq pozular gedər. Uşağın gələcəyi sizdən asılıdır. Siz onu yavaş-yavaş artan yüklərlə yükləməlisiniz ki, o güclənsin. İdmanda da belədir də, yavaş-yavaş yükünü artırırlar adamın. Müşfiq müəllim, bəzən ailədə, məsələn, ana-ata sözü bir qoyur, övladını istəyir ki, hətta bir çox dahilər deyir ki, övladınızı olduğu dövrə uyğun böyüdün. Və ata-ana bir söz deyir, nənə-baba bir söz deyir. Bax, belə vəziyyətlərdə necə doğru çıxış yolu tapmaq lazımdır? Belə vəziyyətlərdə nənə-babaya çox böyük sayğı ifadə eləmək lazımdır uşaqların yanında. Uşaqlar üçün çox önəmlidir. Görsünlər ki, siz baba-nənənin hörmətini qoruyursunuz. Çox sayğı ilə yanaşmaq lazımdır. Amma nə tərsə daha faydalı bir şeyə o uşaqları özünüz yönəltməlisiniz. Amma söz konfliktinə getmək lazım deyil də. Mümkün olduğu dərəcədə. Başa düşürəm, bəzən çox belə problemli durumlar yaranır. Amma nə badə uşaq başa düşür ki, siz valideyninizə qarşı sayğısız davrandınız. Uşaq bunu başa düşsə, sizə də eyni şeyi təkrarlayacaq gələcəkdə. Zamanəyə görə də böyütmək nə deməkdir? Məncə, bütün zamanlarda eyni şey tələb olunur da. Biraz bu söz mənə tam çatmır. Bütün zamanlarda uşaqlara əxlaq öyrətmək lazımdır. Metroda, bir yerdə böyüklər gələndə qalxsınlar, yerlərini versinlər. Bu Azərbaycandan bu gözəl qaydalarını, əslində şərqdən gələn gözəl qaydaları saxlamaq lazımdır. Sən də bilet almısan, o da bilet alıb. Düşsün o bir avtobusa minsin. Məntiqini uşağa aşılayan analar görmüşəm. Otur, qalxma inan. O da bilet alıb, sən də bilet qatarda görsən ki. İndi məsələn, gənclər, yaşlı adamları görəndə qalxmırlar ayağa. Ayaq üstə dururlar onlar da, qalxmırlar ayağa. Birinci gəlir oturur, sonra da qalxmır. Bu
çox ciddi dəyər pozuntusudur. Dəyər pozuntusu da həqiqət yolunda əngəl olacaq ona. Yaşlılara sayğı göstərmək ölümü salamlamaqdır. Ölümü salamlamaqdan çəkinirsənsə, sayğın yoxdursa, həqiqətə iştirak edəməyəcəksən. Ölüm qoymayacaq, ölüm qorxusu qoymayacaq səni böyük həqiqətlərə tərəf yönəlməyə. Ona görə bizim həyatımızdakı hər bir jest əslində bizim Allahı dərkimizin ifadəsidir. Əxlaq həqiqəti dərkdən törənən davranışlar silsiləsidir. Ona görə bizim əxlaqımızda heç bir kərpici çıxarıb atmaq olmur. Məsələn, Azərbaycanlıların məişətdə yol verdiyi əxlaqdan heç bir kərpici çıxarıb ata bilməsə, hamısının çox önəmli yeri vardır. Hamısı o ümumi bir idraka xidmət edir. Belə. Fəlsəfədə hazırda uşaq üçün söz haqqında iki əsas cəbhə formalaşıb. İnkar edənlər var, təsdiqləyənlər var. İnkar edənlər deyir ki, hansı argumentləri söyləyirlər? Deyirlər, rasional olmayan uşaq nizam-intizam üçün susmalıdır, cəmiyyət və böyüklər arasında daha yaxşı bilir, haqq anlayışı universal deyil. Bunu inkar edənlər deyil. Müdafiə edənlər isə bu cəhətləri təsdiqləyirlər ki, uşaq dəyərli və ləyaqət sahibidir, şəxsiyyət dialoqla formalaşır, azadlıq erkən yaşdan başlayır və uşağın söz haqqı etik və hüquqi zərurətdir. Azərbaycan sistemində isə, Azərbaycan cəmiyyətində isə dəyərlər sistemi üzərində qurulub. İndi siz dediniz ki, biz dəyərimizi, etikamızı itirsək, o zaman Allahı dərkə gedən yolumuzu qapadacağıq. Bəs necə eləyək ki, bu fəzilətləri qoruyub saxlaya bilək? Bunun başlanğıcı nədən gəlir? Əgər ana övladına deyirsə ki, bu da bilet alıb, o da bilet alıb, düş o biri... Fəlsəfə dəyişir də. Fəlsəfə, rasional fəlsəfəni və ya praqmatik fəlsəfəni cəmiyyətdə populyarlaşdırırlar. Bizim məsələn, şərqin ruhaniyyat fəlsəfəsini isə gerilikçi kimi təqdim edirlər. Maarifçilər bu sahədə çox çaba xərcləyirlər ki, bizim bütün bəlalarımız güya ki, bizim ruhani fəlsəfəmizdən gəlirmiş, İslamdan gəlirmiş və s. O zaman alternativ düşüncəyə, postmodern dövrüdür, yol açılır, geniş yol açılır. Onu da mənimsəyən gənc sonra çox uzaqdan qayıtmalı olur həqiqətən. Məsələn, mən özümdən bilirəm. Mən 40 yaşından sonra bir də bu şeyləri təzədən kəşf eləməyə başladım. Necə eləmək olar ki, bu fəzilətlər azalmasın? Gərək insanlar həqiqəti axtarsınlar ya da insanların arasında heç olmasa həqiqəti axtaranlar olsun. Bilirsiniz, çox nadir hadisədir ki, insan həqiqəti axtarsın. Hətta bunu mən belə maariflənmiş bir zamana da deyirəm. Tarixdə ən nadir hadisədir ki, bir nəfər insan ömrünü həqiqətin dərkinə sərf eləsin. Hətta fəlsəfə doktoru olmaqdan ötürü çaba xərcləyən yüzlərlə adamlar var, tanıyıram. Onların həqiqətdə marağı yoxdur. Onların o diplomda marağı var. O diplomun onlara verəcəyi məziyyətdə marağı var. Həqiqətin özü çox az adama nail maraqlıdır və deyim sizə onu ki, kimə maraqlıdırsa, o adam gec-tez həqiqətə çatır. İsa Peyğəmbərin o məşhur sözü ki, axtarın və tapacaqsınız, döyün qapını və sizə açacaqlar. Bunu yaşamış adamın sözüdür, ona görə bunun dəyəri böyükdür. O bilir ki, bu belə olur. Sən düşürsənsə, həqiqəti axtarırsansa, o böyük həqiqətlə görüş mütləq baş verir. Amma insanlar bunu istəmirlər. Bilirsiniz, mən o... İstəmirlər, yoxsa süni olaraq idarə etmək üçün rahatdır o göz açılmayan insanları, o belə deyim də, şeytan çərxində fırlamaq? Hədə indi özləri fırlanırlar da. Məsələn, Homeri xatırlayaq da, İlyadasını. Orada Paris adında bir bədbaxt uşaq olur. Atasına deyirlər ki, bu şəhəri məhv eləyəcək bu uşaq da. O da onu öldürtmək istəyir o uşağı. Çox maraqlıdır ya, uşaq haqlarına aiddir. Verir bir nəfərə ki, aparın onu öldürün. O da qıymır ona, onu başlayır çoban kimi böyütməyə. Sonra Paris qayıdır şəhərə. Amma dilemma nədən ibarətdir? 3 dənə ilahə görünür Parisə.
və onlar 3 şey təklif eləyirlər bu oğlana gələcəkdə ki, gözəllik, hakimiyyət, bir də gözəllik, bir də şöhrət. O gözəlliyi seçir və gələcəkdə Yelenaya rast gəlir və başına fəlakət gəlir. Troya o Yelena hadisəsinə görə məhv olur. Onun qardaşı Hektor hakimiyyəti seçir. O prins idi. O şəhərin məsuliyyətini daşıyırdı öz üzərində. Elə deyilmi? Axilles şöhrəti seçir. O bu müharibəyə ona görə gəlmişdi ki, ad çıxarsın burada, qəhrəmanlıq eləsin, tarixdə bunu unutmasınlar. Kişi bu ikisini seçməlidir öz üçün. Ən yaxşı halda ya şöhrəti, ya hakimiyyəti seçməlidir. Axilles çox şəhəri məhv edəcək ehtirası seçir. Amma bunların üçünün də heç birisində həqiqəti seçən adam yoxdur. Bəlkə heç təklif eləmir axı onlara həqiqət. Ona təklif eləmirlər də, amma olsa da seçməyəcəkdi də onu. Həqiqəti seçən adamlar dünyada çox az olur. Və həqiqəti seçən adam həqiqətə sarı gedirsə, o mədəniyyət yaradır. Bu həqiqətlə görüş çox dərin olursa, sivilizasiya yaratmaq iqtidarındadır. İnsan qəlbinin həqiqətlə təması böyük bir kültürel bir fırtına yaradır insanların arasında. Bu o qədər az olan hadisədir ki. Məsələn, Məhəmməd Peyğəmbərin həqiqətlə görüşməsindən müsəlman sivilizasiyası yarandı. Bu o qədər nadir hadisədir ki. Məsələn, bizdə Nizami Gəncəvinin həqiqətlə təmasından Nizami Gəncəvi hadisəsi yarandı ki, neçə əsr öndən əvvələ də sonraya da işıq saçır. Sanki o arada boşluqlar var. Heç bir insan həqiqət axtarmayıb, onun qədər sevməyiblər. Başa düşürsünüz. Ona görə də kimlər olmalıdır elə adamlar ki millətdə, onlar həqiqəti axtarsınlar. Həqiqətə ömür sərf eləsinlər. Diplomuna görə yox, vəzifəyə görə yox, paraya görə yox, şöhrətə görə yox, etirasa görə yox, həqiqətdə maraqlı olsunlar. 60-70% həqiqətdə maraqlı olan adam varsa mütləq uğura çatır. Və o adamlar əxlaqın mənbəyinə yol tapmış olurlar. Onlar xırdalaya bilirlər əxlaqı ki, bu bunun üçündür. O adamlar ölüb gedəndən sonra əxlaq yalnız daşlar kimi qalır. Köhnə daşlar kimi qalır cəmiyyətdə. Cəmiyyət bilmir ki, bunun mənası nədir? Niyə biz böyük gələndə ayağa qalxırıq? Çünki o idrak sahibləri ayaqda olmalıdırlar ki, onlar əxlaqı diri saxlasınlar. Deməli, ötürməlidirlər. Ötürməlidirlər, bəli. Əvvəllər bu həmişə ustaddan tələbəyə ötürmə zənciri olurdu şərqdə. İndi bunun yerini universitetlər alıbdır. Universitet ruhani bilgi ötürüldüyü yer deyil. Universitet ümumiyyətlə mənim düşüncəmcə xeyli dərəcədə süni saxta bir təhsil növüdür. Siz təsəvvür edin ki, insanlar girirlər auditoriyaya, onlar məni seçməyiblər. Mən bir qapıdan girirəm, onlar bir başqa qapıdan girirlər və mən başlayıram özümü onlara sırmağa. Ki, qulaq asın, sizə maraqlı şeylər danışacağım. Onlar heç məni tanımırlar. Heç vaxt tarixdə belə olmayıb ki, müəllimini tanımayan tələbələr. Məsələn, Platonun bütün tələbələri Platonun adına deyib gəlmişdilər onun akademiyasına. Akademiya dediyin də bir meşə idi. Ayaqüstə gəzirlər. Orada otururlar kötükdə zətdə. Ayaqüstə gəzirlər, məsəl üçün Aristotelin tələbələri, Likey. Orada. Amma onların hər birisi bilirdi kimin yanına gəlib. İndi belə tamam depersonifikasiya olunmuş təhsil üsuludur. Biz də müəllim deyilik, biz informasiya verənik. Ona görə bizi çox asanlıqla süni intellekt əvəz edəcək. Bu universitetləri çox asanlıqla süni intellekt əvəz edəcək. Amma o ruhani məktəbləri ki, qədimdə olublar həmişə, onlar yenidən bərpa olacaqlar. Artıq o proses gedir. Yeni dünya deyilən anlayış var artıq. Və o yeni dünyada artıq həqiqətən də ruhani mərhələyə çatmaq istəyən insanlar qarşılaşacaqlar. Və dünya oxuduqlarıma əsasən deyirəm ki, 2 hissəyə bölünəcək. Dəmirdən olanlar, yəni bu süni intellekt, robotizm erası və s. və ilaxır. Digərləri isə ruhaniyyatlar, yaşıllar, təbiətin yanında olanlar. Yəni sırf
ruhsal olaraq bir-birini tamamlayan, bir-birini başa düşən insanların məkanı olacaq və həqiqətən də bu iki sivilizasiya arasında çox ciddi qarşıdurma olacaq və mənə elə gəlir ki, bu iki dünya arasında balansı yaratmaq istəyənlər əsl həqiqətə çatacaqlar. İnşallah. Hər halda bu ayrılma gedir, davam eləyir. Nə qədər gedəcək bilmirəm. Amma bu süni intellektin inkişafı da təbii intellektə olan həsrəti artıracaq. Müşfiq müəllim, qısa bir fasilə verək. Reklam fasiləsindən sonra, daha sonra söhbətimizə davam eləyəcəyik. Sağlam Radionu dinləyirsiniz. Məktəb saatında mən Zəhra Quliyevanın təqdimatında, qonağım isə filosof Müşfiq Ötkindir. Hazırda isə reklam fasiləsidir. Daha sonra isə söhbətimizə davam eləyəcəyik. Hər vaxtınız xeyir olsun. Siz Sağlam Radionu dinləyirsiniz 93 FM-in dalğasında. Hazırda sizinlə birlikdə mən Zəhra Quliyeva və siz Məktəb Saatı verilişini dinləyirsiniz. Studiyada mən tək deyiləm. Mənimlə birgə qonağım filosof Müşfiq Ötkindir. Necə hiss edirsiniz özünüzü? Darıxmırsınız? Yox, sağ olun. Yormadıq sizi Müşfiq müəllim. Cüzi. İstəyərəm mövzumuza davam eləyək və biz qarşılaşdırdıq ki, artıq robotizm erası ilə ruhani məktəblər arasında siz müasir universitetlərlə, süni intellektlə ruhani bilgilərin qarşılaşmasını etdiniz. Necə düşünürsünüz? Bu cür yanaşmalar nəyə gətirib çıxaracaq? İnsanlar özünü dərk edəcəklərmi? Yoxsa bizim şuuraltımız əsrlər boyu öyrədilən bir şeydən yeni bir mərhələyə mi keçəcək? Mən konseptual olaraq hər sonraki mərhələni əvvəlki mərhələdən daha əhəmiyyətli, daha gözəl qavrama tərəfdarı deyiləm. Mən düşünürəm ki, hər sonraki mərhələ ilə ciddi şeylər itirilir. Niyə itirilir, qazanılmır? İtirilir. İndi məsəl üçün bizə təqdim olunan konsept budur ki, biz hər dəfə qazanmış oluruq da. Məsələn, tutalım ki, əvvəllər sevgililər bir-birini saatla oturub gözləyirdilər ki, məsələn, mən öz gəncliyimi xatırlayıram, saatlarla oturub universitetin qabağında gözləyirəm ki, qız nə vaxt çıxacaq. İndi WhatsApp-dan yazırlar gənclər bir-birinə ki, hardasan, nə vaxt çıxacaqsan, saniyəsinə qədər kontrol eləyirlər. Məktub yazardılar kağızdan bir-birinə insanlar, bəzən o məktub aylarla yetişərdi adama. İndi bu dezavantaj idi də. İndi e-mail ilə yaza bilərsən, ya SMS ilə yaza bilərsən, hətta görüntülü belə danışa bilərsən. Bu güya məsəl üçün daha rahatlıq yaradıbdı. Amma mən şübhəni də artırır. Amma mən sizə deyim, mən orta əsr ingilis romanlarını oxuyanda baxırdım ki, burada insanların duyğuları daha dərinə gedə bilir. Eşqi də daha dərindən yaşaya bilirlər. Yəni bizə dezavantaj kimi görünən durumlar ki var ki, biz güya indi daha üstünük, biz daha sürətliyik. Əslində bunların özü bir ayrı dezavantajdır. Məsələn, mən xatırlayıram ki, oxuduqlarımdan Çexov Levitanın yanına, dostu Levitanın yanına aylarla arabada yol gəlirdi. Gələndən sonra da bir neçə ayda qalırdı onun yanında. Çünki qayıtmaq da uzun bir yoldur deyə. İndi təyyarə ilə uça bilərlər 1 saata həmən o yolu, 2 saat onun evində qala bilər və qayıda bilər, axşama öz evində ola bilər də. Amma bu münasibətlər və ünsiyyətin ritmini dəyişir, bir başqa səviyyəyə aparır, başa düşürsünüz. Mən hər halda fikirləşirəm ki, başlanğıca getdikcə, kökə qayıtdıqca biz daha həqiqi həyata qayıtmış oluruq. Mənim oxuduğum filosoflar məni bu cür köklədilər və baxdım ki, tək deyiləm burada. Hələ götürsək bizim özümüzün Koroğlu dastanımızı, ən sonuncu boyda nə baş verir? Tüfəng kəşf olunur. Və o tüfəngin görür ki, hansısa bir çoban məsafədən o öküzü vurub öldürə bilir. Qılıncını atır yerə Koroğlu. Deyir ki, kişilik dövrü getdi. Şah İsmail Xətay deyini sözdür.
ki kişilik dövrü getdi. Qılıncla vuruşmaq nə qədər indiki insanlar üçün vəhşi kimi görülsə də, orada daha çox ədalət aşkarlana bilirdi. Adamı indi dronlarla vururlar adamları. Başa düşürsüz? Yəni indi də mərdlik var. Yəni tüfənglə vuruşanda da, nə bilim, odlu silahlarla vuruşanda bəlli olur ki, mərdlik, kişilik həmişə yenə bu müharibənin, bu döyüşlərin önündə gedir də burada da. Amma biraz da daha çətinləşir. Zəka üstün gəlir onda belə çıxır. Zəka, orada da zəka lazımdır. Zəka, psixologiya, hünər, rəşadət. Amma bəlli olur ki, onlar daha humanist müharibələr idilər. Başa düşə bilirsinizmi? İndi bizə aşılayırlar ki, biz indi daha humanistik bir dövrdə yaşayırıq. Amma qısa bir müharibədə, tam ki, Ukrayna müharibəsində rəqəmlər açıqlamırlar. 1-2 il ərzində neçə milyon adam ölüb heç kim bilmir. Daha qəddar olub müharibələr. Əvvəlki müharibələrdə bu qədər adam ölməzdi axı. 1000, 2000, 3000, 10000 maksimum. Bu baxımdan biz daha humanistik dövrdəmi yaşayırıq? Yox. Nə qədər çətinliyə baxmayaraq elə düşünürəm ki, əvvəlki dövrlər daha humanist idi. Bir məşhur pritça var Zhuangzi kitabında, Çinlilərin. Bir gün Zhuangzi gəlir bir kişinin yanına, görür ki, bu bir texniki vasitə kəşf edibdi, Leylək adında, tarlanı suvarmaq üçün. Quyudan çəkir suyu, buraxır tarlaya. Ki fəxrlə danışır ki, belə bir texniki vasitə kəşf eləmişəm. Zhuangzi soruşur ki, yaxşı, bu sənə indi nə verəcək ki? Deyir, mən əvvəllər bir həftəyə suvarırdımsa tarlamı, indi mən 3 günə suvarıram. Onda Zhuangzi belə bir sual verir, 4 günü nə edəcəksən? Elə burada da qutarır pritça. O 4 günü nə edəcəksən məsələsi. İndi tutalım, bax, paltar yumaq, əvvəllər qadınlar əllə yuyurdular çayda falan da. İndi paltar yuyan maşın var. Düşünmək olarmı ki, indi analar uşaqlara daha çox vaxt verirlər? Yox. Instagramda, TikTokda otururlar. Hamıya aid etmək. Hamıya aid eləmək olmaz, amma böyük çoğunluqla götürsək, yəni insan elektrik işığını tapıb ki, məsələn, mən əvvəllər axşam düşəndə adam yıxılıb yatırdılar da, biraz şam yandırmaq da bahalı bir prosedur idi. Çox da şeyləmirdilər, yandırmırdılar. İnsan xoruzun banı ilə oyanırdı, axşam da şər qarışanda yatırdı. İndi elektrik işığı var, insanlar saat 2-yə kimi oyaq qalırlar. Evladlarına mı xərcləyirlər o vaxtı? Onlara nağıl mı oxuyurlar? Nə bilim, sevdiyi insanlarla mı vaxt keçirirlər? Dostlarla mı vaxt keçirirlər? Yox, vaxtı yoxdur adamın yenə də. Yəni, hər dəfə biz müəyyən bir boş vaxt azad edirik ki, bu boş vaxtı özümüzə xərcləyəcəyik. Bəlli olur ki, biz özümüzə xərcləyə də bilmirik. Ona görə o Zhuangzinin sualı çox aktual olaraq qalır ki, o 4 günü nə edəcəksən? Doldura bildikmi o 4 günü özümüz üçün? Bu texniki üstünlüklərdən istifadə edib 4 günü özümüzə saxladıqmı? Nə deməkdir bu? O fərqindəliyi bilən insan da hamı deyil axı Müşfiq müəllim. Yəni seçilən insanlar yalnız özünə vaxt ayıra bilər. Tamam, doğru. İndi mən sizə deyim. Müasir həyat, istənilən yoga müəllimi bunu sizə deyə bilər. Müasir həyatın sürətli olması fərqindəliyin ziyanınadır. Cəmiyyət miqyasında fərqindəliyin artmasının ziyanınadır. Fərqindəlik üçün bilirsinizmi nə lazımdır? Ləng yaşamaq. Anı hiss, anda qalmaq. Nə keçmişdə, nə gələcəyi gözləmək. Şərqlilər. Ona görə ləngdilər. İkiqay elə bir sənət var. O sənətdə də elədir ki, anı yaşamaq sənətində. Bəli, tamamilə doğru. Bütün şərq fəlsəfəsinə aiddir. Ona görə, məsələn, istəyirsən fərqindəliyi artırasan, proseslərin hamısını yavaşıt ki. Yemək prosesindən tutmuş, yerimək prosesinə qədər, baxmaq prosesinə qədər, danışmaq prosesinə qədər. İndi insanlar həm daha sürətli danışırlar, həm daha sürətli yeriyirlər. Hər şey çox sürətli olur, fərqindəlik düşür aşağı. Bir klik filmi vardı, yadıma gəlir. İnsan pultu basırdı ki, bu tərəfi tez keçsin həyatın, bu tərəfi. Sonra görür ki, bütün ömür tez keçir. Fərqindəlik ən çox burada itirir. Ona görə bu sürət zamanındakı biz sürətə çox sevinirik. Əslində bu fərqindəliyə də zərər verir. Fərqindəliyi
çiçəklənməsinə də mane olur. O ləngərli həyat daha yaxşı idi. Araba ilə bir həftəyə gedirdi mənzil başına. Düşünməyə vaxtı çox olurdu. Müşfiq müəllim, yekun olaraq artıq efirimiz sonlanır. Uşaqların söz haqqı varmı? Uşaqlara elə bir hal yaşatmaq lazımdır ki, onların söz haqqı var deyə düşünsünlər ki, bu durum onları incitməsin. Onlar sizin sözünüzü öz sözləri kimi, yəni valideynlərinin sözünü öz sözləri kimi qavraya bilsinlər. Onlarla məhəbbətli, nəzakətli və sevgi ilə davranmaq lazımdır. Amma uşaqlar üçün faydalı nədirsə, onu valideynlər bilir. Əsas söz onlarda qalmalı. Çox sağ olun, təşəkkür eləyirəm Müşfiq müəllim. Bugünkü söhbətə görə böyük aydınlanma yaşadım. Sizlə olan söhbətləri də yaradanın bir mesajı kimi özümə qəbul etdim. Təşəkkür eləyirəm. Əziz dinləyicilər, siz Sağlam Radioda Məktəb Saatını dinlədiniz. Mövzumuz isə belə idi ki, uşaqların söz haqqı varmı? Yəni biz övladlarımıza söz haqqı verməliyikmi? Növbəti həftə görüşmək ümidi ilə məkan eynidir, zaman eynidir. Dəyişməz olaraq sizin illərlə tanıdığınız aparıcınız Zəhra Quliyeva eynidir. Sadəcə qonaqlarım dəyişir. Hər birinizə bizi bu saatda dinlədiyinizə görə təşəkkür eləyirəm. Müşfiq müəllim, sizə təşəkkür eləyirəm gəldiyiniz üçün. Dəyərli fikirlərinizə görə çox sağ olun. Böyüklükdən əksik olmayasınız. Sizin kimi insanların cəmiyyət üçün çox böyük yararı var. Və düşünürəm ki, Allahdan tək istəyim odur ki, övladlarımız bizi heç kəsin yanında baş aşağı eləməsin. Amin. Təşəkkür eləyirəm. Növbəti həftə görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Qısa fasilədən sonra isə bizim musiqi saatımız davam eləyəcək.